Sizə desəm ki, bir dəfəyə bunun hamısını yeyərəm, mənə inanarsınız? 3 günə hazır oldu. Qışın soyuq günlərində sulu yeməklərin yanında çox ləzzətlə, bəhbəhlə yeyə biləcəyiniz kələm turşusu hazırlayırıq. İnanın ki, dadına doymayacaqsınız. Bundan əlavə olaraq onu deyim ki, o qədər asan hazırlanır ki, 3 gün ərzində də özünə gəlir, rahatlıqla nuş edə bilərsiniz. Kələm, çuğundur, kök, sarımsaq, cəfəri, quru şüyüd, acı biberi əlavə edirəm. Dənəli istiotdan atıram, hardasa bir ovuc atdım. Acı olmağını ağız dadınıza görə təyin edə bilərsiniz. Duzlu su hazırladım. Tam üstünə çıxana qədər mütləq su ilə dolmalıdır. Üzüm sirkəsi də əlavə elədim. Sirkəni bir balona 1 stəkan əlavə edirəm. Mən bu formada hesablayıram. 3 günə hazır oldu, amma mənim videoda sizə təqdim elədiyim turşu tam 5 gün ərzində özünə gəlmişdi. Tam belə qıpqırmızı olmağını istəyirsə 5 gün gözləyə bilərsiniz. Bismillah. Çox ləzzətli və əziyyətsiz turşudur. Əgər sizdən bişirilməyini gözlədiyiniz kələmləriniz varsa, bunu mütləq hazırlayın. Bir dənə buna baxın. Əlavə sözə ehtiyac yoxdur. Gedin, hazırlayın, nuş eləyin. Çox asan və çox ləzzətlidir. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.